Salam, bugün biz texnologiya 8-ci sinif 7-ci mövzu metalın bədii emal texnologiyasını keçəcəyik. Metal dartılma qabiliyyətinə malik olan xammal olduğu üçün bütün dövrlərdə sənətkarların diqqətini cəlb edib. Qədim heykəltaraşlar heykəllərinə nazik qızıl və gümüş lövhələr geyindirərdilər. Dekorativ tətbiqi incəsənəti metal emal etməklə işlənən növlərindən biri də zərbetmədir. Deməli, dekorativ tətbiqi sənətdə metalın müxtəlif emal növləri var. Onlardan biri də zərbetmədir. Emal növlərinə aiddir zərbetmə, həkk etmə, tökmə, döymə. Yəni bunlar metalın emalı növləridir. Amma biz bugün zərb etmə emal növünü keçəcəyik. Zərb etmə təsvirin, imzanın metal lövhə üzərində müəyyən relyeflə zərb edilməsidir. Burada şəkil 1-də zərb etmə üsulu ilə hazırlanmış dekorativ məmulat göstərilib. Birinci təsvirdə göstərilib ayı, 80-ci illərin Olimpiya oyunlarının simvoludur. İkinci təsvirdə isə qu quşu göstərilib. İkisi də zərb etmə üsulu ilə işlənib. Zərb etmə yastı relyefli və həcmli təsvir yaratmaq mümkündür. Yəni zərb etmədə yastı relyefli və həcmli təsvir yaratmaq mümkündür. Qədim Misirdə texnologiya dərsində biz bir çox dərslərdə Misir, Roma, Yunanistan, Hindistan adları, Çin belə adlar keçir. Yəni dövlətlərin adları keçir. Ona görə də bunu biz qarışdırmayaq deyə belə bir üsuldan istifadə etmək düşündüm. Digər müəllimlərin də belə bir üsullardan istifadə etdiyinə görə mən də belə bir üsuldan istifadə etmək istədim. Deməli, Misir, Yunanistan, Roma necə yadımızda saxlaya bilərik? Bura bir xüsusi bir isim düşünüb, yəni bizə yaxın olan, yadımıza düşə biləcək bir isim düşünüb. Mənim halımda Miray sözüdür. Miray Misirin ilk 2 hərfi, Romanın ilk R hərfi, Yunanistanın da ilk Y hərfi. Miray qız adıdır və Misir, Yunanistan, Roma belə düşündüm və cümlə olaraq da belə olacaq ki, Miray metalın üzərində öz təsvirini və imzasını zərb edir. Yəni biz demişdik ki, təsvir, imza metal lövhə üzərində müəyyən relyeflə zərb edilməsidir. Nə? Zərb etmə. Qədim Misirdə, Yunanistanda və Romada sənətkarlar yüksək plastikaya malik metal lövhələrdən, yüksək plastikaya malik metal lövhələrdən hərbi yaraq əsləhəni də biz dedik ki, hərbi döyüş geyimi və ləvazimatlardır. O geyimlər plastik olmalıdır. İnsanı əzməməlidir, incitməməlidir. Yəni hərbi döyüş üçündürsə, deməli bunu insanlar geyinir. İncitməməsi üçün o metal lövhəsi plastik olmalıdır. Düzəldilən metal. Yaraq əsləhə, qab-qacaq və bəzək məmulatları hazırlayırdılar. Qab-qacaq və bəzək məmulatlarını Azərbaycanın gözəl güşələrindən biri olan Lahıcda indi də o sənət ilə məşğul olurlar. Gəlin biraz o videoya baxaq. There are deep and rich traditions of folk art in Azerbaijan, and the art of copperwork is no exception. There were once entire cities of copperwork, with streets dedicated to copper craft. One of such cities was Lahij, near the ancient city of Shamahi. Lahij, a mountainous settlement situated at an altitude of 1,375 meters, on the southern slopes of the Greater Caucasus, and preserving its originality, has the status of being a national historical preserve of the 14th to 15th centuries, and is on the International Silk Road International Tourist Route as an original monument of ancient city construction and architectural art. At first glance, Lahij is amazing with its unusual construction and architecture. Its streets are laid with white stones from the Gurdaman River. 2- and 3-story houses are also built of stone.
It attracts tourists not only for being a mountainous settlement of unusual beauty, but also for being a medieval art and trade center in the Caucasus, where arms and dishes are made of copper and decorated with ornaments. Many household items are made there, various types of containers, cans, setil, and other dishes. Due to the number and diversity, these items did not fall behind other items made in the big cities of the time. Lahij is the copper kingdom of Azerbaijan, the center of the ancient art. Copper production in Lahij. Yəni gördüyünüz kimi orada qab-qacaq və bəzək məmulatları da hazırlayırlar. Məişət əşyalarının dekorativ işlənməsinin müxtəlif üsulları arasında zərbetmə mühüm yer tutur. Qədim sənətkarlar alçaq və yüksək relyef yaratmaq üçün çoxsaylı zərbetmə üsulları bilirdilər. Müəyyən bir təsviri əldə etmək məqsədi ilə onlar öz məxsusi zərbetmə texnikalarından istifadə edirdilər. Metal üzərində naxış salan ustalar təsvirin hamar və parıltılı elementlərini və yaxud süjetli lövhələri onlara tutqun fon verməklə oyma, həkk etmə, naxış açma, qazıma və qızıla boyama ilə işləyirdilər. Metal lövhə üzərində relyef xüsusi alətlərin naxış salma üçün qəlib və çəkiclərin köməyi ilə yerinə yetirilirdi. Çəkiclər metaldan və yaxud taxtadan hazırlanırdı. Metal üzərində naxış salmada latun, mis, alüminium, polad, bürünc, bəzi hallarda isə qızıl və gümüş lövhələrdən istifadə edilir. Zərbetmə üçün nəzərdə tutulmuş metal lövhələrin qalınlığı 0,2-1 mm olmalıdır. Yəni bundan qalın və yaxud bundan nazik olması zərbetmə üçün yararlı deyil. Metal plastikasının ən sadə növü naxışbasmadır. Naxışbasma nə deməkdir? Naxışbasma əl ilə və alətlərlə basıb yaslamaqla folqa üzərində relyef təsvirinin işlənməsidir. Əl ilə və alətlərlə yaslamaqla folqa üzərində relyef təsvirinin işlənməsidir. Naxışbasma mexaniki bəzək vurma üsuludur. Yəni naxışbasmada biz digər texnikalardan istifadə etmədiyimiz üçün bu mexanikidir. Yəni əl ilə yerinə yetirilən bir işdir. Bunu belə yadda saxlamaq olar. Əgər yadda qalmırsa, naxışbasmada X hərfi var. Mexanikidə də X hərfi var. Əgər diqqət yetirdinizsə, X naxışbasmada 3-cü hərfdir, mexanikidə də 3-cü hərfdir. Variantlar veriləndə mexaniki bəzək vurma üsulunu seçmək lazımdır. Folqa üzərində əllə naxış basma metalın bədii emalının çox qədim üsuludur. Əl ilə. Bunu belə yadımızda saxlayaq ki, qədimdə texnikalar olmadığı üçün əl ilə iş görürdülər metalın üzərində. Təbii ki, bu o anlama gəlmir. Amma biz onu demək istəyirik ki, yəni çox qədimdən bu naxış basma üsulu yerinə yetirilib. Folqanın yumşaq və plastik olması ən sadə alətlərin köməyi ilə olduqca tez bir zamanda lazım olan relyef təsvirini almağa imkan yaradır. Bu üsulla müasir rəssamlar medalyon və döş nişanlarının maketini hazırlayırlar. Sadə və asan başa gələn olduğu üçün son zamanlar naxışbasma çox sevilən bir sənət növünə çevrilib. Deməli, naxışbasma sadə və asan başa gələn olduğu üçün sevilən sənət növünə çevrilib. Folqa üzərində naxışbasma hansı alətlərin köməyi ilə yerinə yetirilir? Folqa üzərində naxışbasma xüsusi alətlərin köməyi ilə həyata keçirilir. Bu alətlər şəkil 3-də verilib. Folqa üzərində naxışbasma alətləri. A. Naxışa iz salan alət. Deməli, diqqət yetirsəz, ikisində də ucları, ikisi də mil formasındadır. Biri biraz əyridir, digəri isə düz mil formasındadır. Və B-də
əzmə üsulu ilə kürəyə bənzər iz salan alətdir. Bunların hamısını ipuçlarını deyəcəm. Sonra kürəyə bənzər iz salan alət oldu B-də. C-də puanson, metal yayan ştampın üst hissəsi. D-də diskli iz salan alət. Diqqət yetirsəz, ikisində də disk var başlıqda. Biri sadə diskdir, düz disk. Biri isə dişli diskdir. Bu alətlərin iş prinsipi necədir və onlarla hansı əməliyyatları yerinə yetirmək olar? Deməli, burada nazik iz salan alət nazik iz salır. 1 mm diametrində dəyirmi cilalanmış başlığı olan metal mil. Biz dedik ki, əgər nazik deyiriksə, bu lap 1 mm bunu götürməliyik. Yəni ən nazik olan 1 mm-dir. Belə düşünək, 1 mm. Və sanki dircəkli qələmin ucu kimi dəyirmidir. Yəni dircəkli qələmə baxanda yadımıza düşəcək ki, o 1 mm olmalıdır diametri. Təsvirin konturlarını döymək üçün istifadə edilir. Nə? Nazik iz salan alət. Bu aləti yumru başlıqlı bizlə və dircəkli qələmlə əvəz etmək olar. Yəni, əgər xüsusi alətlər bizdə yoxdursa, biz bu alətləri digər alternativ olaraq bənzər əşyalarla əvəz edə bilərik. Əzmə üsulu ilə kürəyə bənzər iz salan alət. Bu nə deməkdir? Kürə şəkilli izlərin salınması üçün istifadə edilir. Sual verilə bilər ki, əzmə üsulu ilə kürəyə bənzər iz salan alət hansıdır? Burada olan variantların hamısı veriləcək, amma biz isə kürə şəkilli sözünü görüb bu variantı seçəcək. Çünki kürəyə bənzər deyirsə, o kürə şəkillidir. Puanson, ulduz, xaç və s. formalı ucluqları olan naxışbasma alətidir. Bu alətlə təsvirin fonu işlənir. Deməli, təsvir əsas konturlar çəkilir, işlənir və arxa fonda olan boş qalan yerləri də işləmək lazımdır. Yoxsa falqa bilirsiniz ki, parıltılı bir metaldır. Ona görə də onun arxa fonunu işləmək lazımdır. Bu məqsədlə də biz təsvirə uyğun olaraq hansısa formanı seçib və o ucluqlardan bütün fonu dolduraraq fonu işləyirik. Deməli, bizdə burada verilib ulduz, xaç, amma digər formalı da ucluqlar mövcuddur. Diskli iz salan alət, fırlanan yumru və dişcikli diskləri, baxın, burada diskli sözü var, burada da dişcikli, diskli, yəni cavabında, açmasında özünün adı keçənin söz olaraq bənzərliyi var. Dişcikli diskləri olan bu alət düz və qırıq-qırıq xətlərin salınması üçün nəzərdə tutulub. Bu diskli alətdən biz 5-ci sinifdə tikiş alətləri mövzusunda da keçmişdik. Bunlar bənzəyirlər. Yəni, orada iynə kimi ucluqlar idi, amma burada isə dişcikdir. Forma olaraq bir-birinə bənzəyirlər. Naxışbasma texnikası nədən ibarətdir? Burada bu texnikada ardıcıllıq var. Biz bu ardıcıllığı asanlıqla yadımızda saxlayacağıq açar sözlərlə. Qeyd etmək lazımdır ki, naxışbasma əməliyyatı üzərinə dəri, mahud, linoleum yəni döşəməyə vurmaq üçün nəzərdə tutulmuş qalın müşəmbə rezin kimi bir materialdır. Deməli, dedik, dəri, mahud, linoleum, keçə və yaxud fetr. Fetr də ən zərif keçə deməkdir. Çəkilmiş masada aparılır. Yəni, masanın üzərində naxışbasma işi yerinə yetirilir. Bunlar, bu materialların çəkilməsində səbəb odur ki, yumşaqlıq olmalıdır. Biz falqanın üzərində naxışbasma işini yerinə yetirərkən, falqanın alt hissəsində yumşaq bir, yəni yumşaq eyni zamanda da sərt bir material olmalıdır ki, yəni demişdik ki, falqa genişlənən bir metal olduğuna görə, təbəqə olduğuna görə biz onu basaraq, əzərək o içəriyə bata bilir. Yəni genişlənərək içəriyə bata bilir. Falqanın üzərində rahat sürüşsün deyə
rahat sürüşsün deyə alətlərə, yəni bu yuxarıda adları çəkdiyimiz alətlərə mum və parafin çəkirlər. Parafin muma oxşardır. Yəni mum və parafin, muma oxşardır parafin. Neftdən alınan muma oxşar ağ maddədir. Bəli, ağ maddə. Bu da ola bilər ki, düşsün. Müxtəlif rənglərdən istifadə edərək desinlər, amma biz isə ağ maddəni seçməliyik. Naxışbasma aşağıdakı əməliyyatlardan ibarətdir. Birinci, naxışbasma, burada ardıcıllıq var. Bu ardıcıllığı mütləq sual şəklində bizə verəcəklər. Ona görə də biz onu tapmaq, açar məqamlarla tapmaq məcburiyyətindəyik. Birinci, naxışbasma üçün ya hazır təsvir götürülür, ya da onun eskizi işlənir. Biz yandırmada da ilk növbədə təsvir götürmüşdük. Ya eskizini, ya da ki, hazır təsvir götürmüşdük. Ona görə də bu birinci mərhələdir. Hazır təsvir və yaxud da eskiz. Təsvirin üzərinə falqa qoyulur. Kitabda bizim dərslikdə biraz mexaniki səhv baş verib. Təsvirin üzərinə falqa qoyulmur. Falqanın üzərinə təsvir qoyulur. Yəni falqa birinci gəlməlidir. Üzərinə təsvir qoyulur. Yəni falqanın üzərinə təsvir qoyulur. Burada olmalıdır, bu isə burada yerlərini dəyişib. Qələm və yaxud nazik iz salan alətlə biz demişdik ki, nazik iz salan alət iki cür görmüşdük. Biri başı əyri idi, digəri isə düz mil şəklində idi. Qələm və yaxud nazik iz salan alətlə basılaraq onun ətrafı möhkəmləndirilir. Yəni biz konturları boyunca təsviri işləyirik, möhkəmləndiririk. Sonra təsvirin nisbətən böyük elementlərini, deməli, nə etdik? Falqanı təsvirin üzərinə qoyduq, qələm vasitəsilə və yaxud da nazik iz salan alətlə, varsa əgər nazik iz salan alətlə basdıq. Sonra isə təsvirin nisbətən böyük elementlərinin basılmasına başlanır. Yəni burada açar söz böyükdür, böyük elementlərinin basılmasına başlanır. Üz tərəfdəki qabarıq hissələr falqanın arxa tərəfindən basılır. Yəni burada üz açar sözdür, falqanın arxa tərəfindən basılır. Üzlə arxa açar sözdür. Təsvirin basılmış surəti alınır. Surət alınır. Artıq işimiz tamamlanmaq üzrədir. Falqa qalın fetrin üzərinə yerləşdirilir. Təkrarən qaldırıb altına qalın fetr. Bayaq demişdik nazik fetr, amma burada isə indi qalın fetrin üzərinə yerləşdirilir. Basmanın fonu, qalın fetrə yerləşdirməkdə də məqsəd odur ki, fonu nöqtələr və ulduzcuqlarla işlənib tamamlanır. Tamamlamaq sözü burada açar sözdür. Yəni bu variantlarda tamamlanır sözü ilə bitən cümlə sonuncu rəqəm olaraq sonuncu cümlə olmalıdır. Və yaxud da əgər təsvir edilmiş medalyon hazırdır yazılıbsa, budur. Çox güman ki, bu cümlə olmayacaq. Deməli, variantlar arasında biz götürməliyik. Birinci başlamalıdır. Təsvir götürülür və yaxud da eskiz işlənir. Sonuncunu da götürməliyik. İşlənib tamamlanır. Fon işlənib tamamlanır. Bunlar bizim açar sözlərimizdir. Variantların arasından bunları asanlıqla tapmaq olur. Təsviri işləyib bitirdikdən sonra sonda alınmış relyef, kazein yapışqanı, təbaşir, əlif yağı və yağlı boyanın qarışığından hazırlanmış məhlulla, yəni zamaska və ya mastika ilə möhkəmləndirilir. Variantlarda bu cümlədə sonuncu ola bilər. Amma ola da bilər ki, bu cümləni verməsinlər variantda. Naxışbasmadan əlavə metal məftildən, yəni biz dedik ki, naxışbasma metalın bədii emalında naxışbasma, zərb etmə, naxışbasma kimi üsullar var. Digər üsulu da metalın məftildən insan, quş, heyvan, balıq fiqurları, məftildən insan, quş, heyvan, balıq fiqurları, yarpaq və güllərdən ibarət kompozisiyalar və s. kimi olduqca maraqlı bədii məmulatlar hazırlamaq olar. Məftildən hazırlanmış bəzəkli məmulatlar gül dibçəkləri, külqabı, şam və s. üçün, yəni şam qabı və s. üçün atlıq kimi istifadə edə bilər. Belə dekorativ məmulatlar
mis, alüminium, polad və latun məftillərdən hazırlanır. Bərk polad məftil, bu diqqət yetiriləcək bir məqamdır. Bərk polad məftil yüksək hərarətlə qızdırılır, yəni yüksək temperaturda qızdırılır və yavaş-yavaş soyudulur. Bu üsulla emal edilən məftil yumşalır. Deməli, məftili yumşaltmaq üçün biz onu ilk qızdırırıq yüksək temperaturda, sonra isə onu yavaş-yavaş soyudaraq məftil yumşalır və rahat əyilir. Məftilin ucları qaynaqla və burularaq bərkidilir. Məftillə işləyərkən onun ucları mütləq bərkitmək lazımdır. Bunun üçün biz ya qaynaqdan istifadə edirik və yaxud da buraraq bir-birinə bərkidirik. Şəkil 5-də məftildən hazırlanmış dekorativ məmulatlar görürük. Hansısa bir böcək qarışqaya bənzəyir. Birinci şəkildə qaş və məftildən istifadə olunub və yumrağız kəlbətin ilə burada işlər görülüb. Digər təsvirdə isə şam qabıdır. Xüsusi bir qab götürülüb, saxsı qab, deşilərək, 4 yerdən deşilərək, bərk poladdan məftili o bayaq dediyim üsulla qızdırıb, sonra yavaş-yavaş soyudaraq, əyib və qaşlardan yarpaqlar kimi yarpaq detallardan istifadə edərək bəzəyiblər. Burada da burularaq, məftil burularaq bərkidilib. Digər şəkildə isə müstəvi fiquru düzəldilib və quş təsviridir. Məftildən burularaq quş təsviri düzəldilib və ortada göz formasında qaşdan istifadə olunub. Qaşdan, daşdan istifadə olunub. Qayçı və falqa ilə iş zamanı təhlükəsizlik qaydaları. Biz bilirik ki, qayçı kəsici alətdir və onunla qayçı ilə, bıçaqla iş görərkən xüsusi qaydalara riayət etmək lazımdır. Və falqa da nazik metal vərəq olduğuna görə onun da kəsmək kimi, əlimizi zədələmək, kəsmək kimi bir xüsusiyyəti olduğunu bilirik. Deməli, qayçını üzükləri irəli olmaqla, yəni dəstəyi, qulpu irəli olmaqla ötürməliyik. Bunu biz ibtidai sinifdən bilirik. Qayçını masanın kənarına qoymayın. Kənarına qoysaq əgər bir toxunuşla düşüb xarab ola bilər. Xarab olmağına da səbəb o olar ki, qayçının 2 kəsən hissəsi var. Onlar əyildikdə qayçı xarab olur və kəsmir. Qayçı ilə ehtiyatla hərəkət edin. Yəni, qayçı kəsən alət olduğuna görə lazım olmayan istiqamətə tərəf kəsə bilər və məmulatı zay edə bilər. Qayçını ucları yuxarı tutmayın. Ucları yuxarı tutmaq olmaz. Necə ki, dəstəyi irəli ötürməliyik, üzükləri irəli ötürməliyik, eləcə də ucu iti hissəsini şaquli vəziyyətdə saxlamaq olmaz. Qayçı ilə işləmədikdə onun ucları qapanmış halda saxlayın. Yəni, qayçının ağzını bağlayıb bağlı saxlamalıyıq, əgər işlətmiriksə. İşlədərkən təbii ki, açılır, bağlanır, amma işlənməyən zaman qayçının ağzı bağlı qalmalıdır. Ucları birləşik olmalıdır. Falqa ilə işlədikdə əlləri qoruyun. Falqa nazik olsa da o metaldır və onun kənarı ilə kəsə bilər. Yəni, əlimizi zədələyə bilərik, kəsə bilərik.